Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Kâlellâhul hakim fi kitabihil kerim. Ve kâle rabbukum ud'ûni estecib lekum. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin. Salam, hörmətli tamaşaçılar, xoş gördük sizləri ibadətin şirinliyi verilişində. Söhbətimiz Quran-ı Kərimdə dua haqqında gəlmiş ayələrə ötəri bir nəzər salmaq idi. Görək ki, Quran-ı Kərimdə duanın əhəmiyyəti haqqında bizə nə deyilibdir, bizdən nə istənilibdir və dua ilə ümumi bir tanışlığımız olsun. Ki, əvvəldə də qeyd elədim ki, ötən verilişlərdə Allahın mərhəmətindəndir ki, bizə dua eləməyi öyrədir, bizi dua eləməyə çağırır və Qafir surəsinin 60-cı ayəsində də hətta dua eləməyə, Allahı çağırmağa təkid edir. Buyurur ki, və qalə rabbukum ud'ûni. Rəbbin belə buyurdu. Ud'ûni, məni çağırın. Bu əmr formasındadır. Ud'ûni əmr formasındadır. Məni çağırın. Bu gör dua eləməyə nə qədər təkid edir. Əstəcib ləkum. Mən sizin çağırışınızı qəbul edim. Sizin duanızı qəbul edim. İnnellezîne yestekbirûne an ibadeti. O kəslər ki, mənə ibadət eləməkdən və məni çağırmaqdan təkəbbür göstərirlər, yəni təkəbbür üzündən məni çağırmağı tərk edirlər, səyədxulûne cəhənnəmə daxirin. Tezliklə onlar zəlil, xar bir vəziyyətdə cəhənnəmə daxil olacaqlar. Görür ki, Allah Teala hətta təhdid edir ki, onu çağırmayanlar, onun üçün dua eləməyənlər həqiqətdə təkəbbür üzündən bu işi eləmirlər və onların yeri cəhənnəm olacaq. Əvvəlində əmr edir, məni çağırın, axırında da buyurur ki, bu mənə ibadət eləməyənlər. Bu dua da ibadətin bir qismidir. Məni çağırmayanlar, mənə ibadət eləməyənləri tezliklə özdə zəlil və xar bir şəkildə cəhənnəmə daxil olacaqlar onlar. Bu ayədə də bir sıra mühüm nöqtələr var. Birincisi elə dediyimiz kimi həmən duanın əmr formasında gəlməsidir ki, mütəal Allah bəndələrinə istəyir ki, bəndələr onu çağırsınlar, yəni öz bəndəliklərini izhar eləsinlər. İkinci bir məsələ Rəbb kəlməsindədir. Quran-ı Kərimdə biz dua ilə bağlı ayələrə baxanda, həmçinin bütün peyğəmbərlərin duasına baxanda görürük ki, bütün peyğəmbərlər və ya dua ilə bağlı ayələr Rəbb kəlməsi işlənilibdir burada. Allahı Rəbb adı ilə çağırıblar. Bunun özünün duada bir təsiri var, başqa mənaları da var. Ondan işimiz yoxdur. Bizim dua ilə söhbətimiz bağlı olduğu üçün bunu da mən işarə elədim ki, Allahı çağıranda, Rəbb adı ilə çağıranda bu təsirlidir. Digər bir məsələ budur ki, mütəal Allah buyurur, əstəcib ləkum. Mən onların çağırışını qəbul edirəm, onların çağırışını icabət edirəm. Bizim dildə dua deyəndə insan özü üçün yaxud bir başqası üçün bir xeyir istəməyi nəzərdə tutur. Özüm üçün nəsə bir xeyri Allahdan istəyirəm, ya başqaları üçün bir xeyri Allahdan istəyirəm, buna deyirik dua. Əgər biri üçün bir zərər istəsək,
ya Allah eləməsin özümüz üçün bir zərər istəsək, ona deyirik nifrin, ya qarğış. Amma ərəblər hər ikisinə dua deyirlər. Həm birinin xeyrinə olan işlər üçün bu çağırış eləsələr, Allahdan bir şey istəsələr, ona deyirlər dua, həm birinin pisliyinə, zərərinə bir şey istəsələr, ona deyirlər dua. Amma onu hərflə ayrırlar bir-birindən. Əgər birinin xeyri üçün dua istəsələr, dua eləsələr, onun əvvəlinə li hərfi gətirirlər. Əgər birinin pisliyi üçün zərərinə dua eləsələr, onun üçün əvvəlində əla hərfindən istifadə edirlər. Əgər ləkum və ya ləhu olanda olur, yəni onun xeyrinə, əleyh olanda olur onun zərərinə. Allah Teala bu ayədə buyurur ki, əstəcib ləkum. Mən onların xeyrinə olan duaları qəbul edirəm. Yəni, insanlar əgər dua eləyəndə bir şey onların xeyrinə olsa, mən o duanı qəbul edirəm. Əgər görsəm ki, məndən istədikləri bu şeyin onlar üçün zərəri var, onları qəbul eləmir Allah Teala. Bizim elə dualarımızın bəzən qəbul olmamasının səbəbi də məhz budur. Allah Teala baxır ki, bizim ondan istədiyimiz bizim üçün xeyirlidir, yoxsa zərərlidir. Əgər bizim üçün xeyirli olsa, onu verir. Əgər bizim üçün zərərli olsa, onun özünü yox, onun əvəzini verir. Ya səbir edir, gözləyir ki, o şey bizim xeyrimizə çevrilsin, sonra versin. Yaxud onun əvəzini verir, biz bəzən diqqət eləmirik. Bəzən də heç vermir, rəvayətdə gəlibdir ki, insanlar axirətdə o qəbul olunmadıqları, yəni qəbul olunmamış dua yoxdur, amma mümkündür bizim zərərimiz olduğu üçün Allah Teala onu verməsin bizə və axirətdə onun başqa bir əvəzini versin ki, insanlar görəcəklər ki, Allah Teala bu dualarına görə onlar üçün nə qədər böyük şeylər verib axirətdə, deyəcəklər ki, ilahi, kaş bizim dualarımızın heç biri qəbul olmurdu və axirətdə bunun əvəzini görərdik. Çünki dediyimiz kimi dua özü ibadətdir. Allaha ibadətdir, Allah Teala mütləq onun əvəzini verir. Əgər xeyrimiz olsa, ləkum olsa, bu ayədə buyurduğu kimi, bizim xeyrimiz üçün olsa o şey, istədiyimiz şey, onu bu dünyada bizə verir. Yox, əgər bizim zərərimiz olsa, onu vermir axirətdə, onun üçün ayrı bir şey verir, yaxud hətta dünyanın özündə də bizim üçün ayrı bir şey verir, onun əvəzini verir. Biz, lakin bəzən bu şeyləri düşünmürük, o əvəzi görmürük. Üçüncü bir məsələ budur ki, qabaqçı ayələrdə də buna işarə elədik. Allah Teala duanı qəbul edir. Nəinki möcüzəni? İndi Allahdan biz möcüzə istəyək ki, necə Peyğəmbər barmağını aya işarə elədi, ayı iki yerə parçaladı, böldü. İndi deyək ki, ilahi, mən də barmağımı işarə edeyim, ayı iki yerə bölüm, günəşi iki yerə bölüm, dağı iki yerə bölüm. Yox, bu möcüzə Peyğəmbərə məxsusdur. Əgər Peyğəmbərin möcüzəsi olmasa, o heç vaxt xalq arasında o qədər də tanına bilməz. Çünki bir kəs gəlib deyəndə mən Peyğəmbərəm, insanlar ondan bir dəlil sübut istəyirlər. Bu dəlil sübutlardan onlar üçün ən başlıcası, əhəmiyyətlisi də möcüzədir. Yəni, möcüzə göstərir ki, bu Peyğəmbərin Allahla əlaqəsi var və Allah tərəfindən gəlibdir ki, bu cür xariqül-adə bir işi görür. Əgər çoxlu insanlar bu işi görə bilsəydilər, Allah onların möcüzə istəyini qəbul edib versəydi, onlar üçün də o möcüzə istəklərini qəbul eləsəydi, onda bunun Peyğəmbərlərlə necə fərqləndirmək olardı? Hardan bilərdilər ki, bu Peyğəmbərdir, yoxsa duası qəbul olunmuş bir şəxsdir? Ona görə də Allah Teala həsr eləyib möcüzəni yalnız Peyğəmbərlərə. Digər bir məsələ budur ki, Allah Teala bu ayədə
təkəbbür mövzusunu irəli çəkir ki, həqiqətdə Allahı çağırmamaq, Allahdan bir şey istəməmək, dua eləməmək bir növ insanın təkəbbüründən xəbər verir. Və Allah Teala buyurur, hər kim təkəbbür üzündən dua eləməyi tərk eləsə, zəlil halda cəhənnəmə daxil olar. Qiyamət rəvayətlərimizdə var ki, hətta o qarışqa formasına salar Allah Teala onu, o bütün insanların ayağı altında qalar. Belə bir zəlilliklə aparar onu cəhənnəmə salar. Bu təkəbbür də çox mühüm mövzudur. Təkəbbür mövzusu bir mövzudur ki, insan xilqət olduqdan sonra Allah Taalaya qarşı ilk edilən günah özü təkəbbür oldu. O yerdə ki, mütəala Allah İblisə əmr elədi, Adəmə təzim et, əba vəstəkbərə və kanə minəl kafirin. İblis boyun qaçırdı, imtina elədi bu işdən. Niyə? Təkəbbür üzündən. İmtina elədi və təkəbbür göstərdi və kanə minəl kafirin. Beləliklə də kafirlərdən oldu. Çox böyük günahlardan biridir ki, insan gərək daim öz üzərində işləsin, özünü yoxlasın ki, görsün təkəbbür onun sorağına gəlib ya yox. Əgər təkəbbür onun sorağına gəlsə, bu doğrudan çox çətin vəziyyətdir. Necə insanlar o xəstəliklərini ayırd eləmək üçün gedirlər laboratoriyalara, analiz verirlər, görürlər məsələn nə çoxdur, nə azdır, nə onu xəstəliklərin qaldıra bilər. Bunu necə analiz verirlər, öyrənirlər. İnsan bəzən özünü yoxlamalıdır ki, bu təkəbbür onun sorağına gəlməsin. Baxın, Əli ibn Yəqtin Həzrət İmam Kazım əleyhisselamın ən yaxın səhabələrindən idi. Həzrət İmam Kazım əleyhisselam hətta cənnəti ona zəmanət vermişdi. Bir neçə şey zəmanət vermişdi. O cümlədən cənnət də onların arasındaydı. Şərti də bu idi ki, sən Harun ər-Rəşidin sarayında möminlərin sənə müraciət edən vaxtında onların işlərini görəsən. Əli ibn Yəqtin bir dəfə İbrahim Cəmmal adlı bir şəxs ona müraciət eləyəndə onu qəbul eləməkdən boyun qaçırdı. Çünki bu Harunun vəziri idi. Harun da indiki bütün İslam ölkələri o vaxt bir xilafətin altındaydı və Harun ər-Rəşid də onun rəhbəri idi. Əli ibn Yəqtin də onun vəziri idi. Çox böyük məqam var idi zahiri cəhətindən. Məsələn, İbrahim Cəmmal da bir karvan başçısı idi. Bir karvan başçısını bu cür vəzirin qəbul eləməsi layiqli sayılmırdı o vaxt. Ona görə qəbul eləmədi. Əli ibn Yəqtin bir dəfə Məkkədən Mədiniyə getdi, istədi İmam Kazım əleyhisselamın xidmətinə yetişsin. Həzrət İmam Kazım əleyhisselam onu qəbul eləmədi. 2 gün qəbul eləmədi. Əli ibn Yəqtin imamın qulamı vasitəsilə imama sifariş göndərdi ki, sənin ən yaxın şiələrindən biri gəlibdir, səni görmək istəyir. İmam Əli ibn Yəqtinə sifariş göndərdi ki, sən ged İbrahim Cəmmaldan üzrxahlıq elə, onun qəlbini razı elə, sonra gəl mənim qapıma. Səndə yəni təkəbbür var. O təkəbbürü sən öldürməlisən, sonra mənim qapıma gəlməlisən, yoxsa sənin əməllərin Allahın dərgahında da qəbul olmaz. Əli ibn Yəqtin İbrahim Cəmmalın evinə getdi və orada üzün qoydu yerə və dedi ki, sən ayağını qoy mənim üzümə. Belə bir böyük xilafətin ən tanınmış, ən yüksək vəzifədə olan bir vəziri üzün qoyur və İbrahimə təkid edir ki, mütləq ayağın qoysun onun üzünə, tapdalasın və beləliklə təkəbbürü ölsün. İbrahim deyir ki, mən səni bağışlamışam, Allah da səni bağışlasın. Deyir, yox, sən mütləq ayağını qoymalısan mənim üzümə və hər iki üzünü qoyur onun ayağının altına və o ayağı ilə onu tapdatdırır ki, təkəbbür onun sorağına gəlməsin. Bundan sonra gəlir Həzrət İmam Kazım əleyhisselamın xidmətinə. Allah Teala bizi təkəbbürdən uzaq eləsin, bizi Allaha dua eləyənlərdən, Allaha ibadət eləyənlərdən
qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.